Çoxlu pulunuz olsa da Königsə qalmaq üçün vizanız, bolca vaxtınız və babat axotunuz olmalıdır. Çünki Königsə qalmağın gedib bir salondan Mercedes almaqdan yaxından uzaqdan əlaqəsi yoxdur. Salam əleykum eləməmiş 600-700 min dollar depozitiniz hazır olmalıdır. Port Bakuda bir ev dəyərində depozitinizi ödəyəndən sonra əgər bəxtiniz gətirsə İsveçrədən sizdən əlaqəyə çıxacaqlar. Deyirlər o qədər pul varsa yəqin vizası da var. Sizi şəxsi bir təyyarədə İsveçrəyə dəvət edirlər. Ora çatanda isə sizi hərbi aviasiya bazasına aparırlar. Qorxmayın, zavodu köhnə bazanın yerinə tikiblər. Rahat 1,5 milyon dollar xərcləsəz də maşını hələ də hazır deyil. Çünki sizi ora maşını fərdiləşdirməyə çağırıblar. Sizə bir kofe hazırlayırlar və Christian von Koenigsegg gəlib özü sizlə oturub sizin üçün maşın dizayn edir. 37 qat əllə vurulan boya, 250 min dollarlıq açar, karbon disklər, bunlar hamısı sırf sənin üçün hazırlanıb. Əgər bezib, yox da dayı axotum yoxdur desəniz, onlar sizin Port Bakudakı ev dəyərində olan depozitinizi geri qaytarırlar. Odur ki dostlar, bilirəm siz tez-tez belə şeylər edirsiniz. Königsə qalanda bir daha düşünün.